Salam, xoş gördük əziz izləyicilər. Biz keçən dərs məntiq Namazov testini, 3-cü sinif testindən 11-ci və 12-ci səhifələrin izahına baxdıq. Bu gün isə növbəti testlərin izahına baxacağıq. İlk öncə digər testin izahına keçmədən əvvəl qısa məlumat verim. Biz keçən dərslərdə ardıcıllıqlar mövzusunda bir mərhələli, bir pilləli testlərin izahına baxırdıq. Məsəl üçün, baxaq növbəti əvvəlki testimizə. Məsələn, 8-dən 4 almaq üçün 2-yə bölürdük. 4-dən 16-nı almaq üçün 4-ə vururduq. 16-dan 8-i almaq üçün yenə 2-yə bölürdük. Yəni bu ardıcıllıqla. Baxın, bir dənə pillədir. Yəni bir pilləli mərhələlidir. Amma bugünkü dərsimizdə, bugünkü testlərimizin izahında 2 pilləlilərə baxacağıq. Yəni 2 ardıcıllıqlar verilir. Məsələn, bu formada bir saniyə işarələyək. Baxın, 1 və 2-ci. Bunlar arasında da baş verən proses ardıcıllıqlarla baş verir. Məsəl üçün, 59-dan 48 almaq üçün nə etməliyik? 11-i çıxırıq. 48-dən 39-u almaq üçün nə etməliyik? 9-u çıxırıq. 39-dan 32-ni almaq üçün nə etməliyik? 7-ni çıxırıq. Bəs 32-dən 27-ni almaq üçün nə etməliyik? Buradan da 5-i çıxırıq. İndi burada hansı qanuna uyğunluq baş verdi? Tək ədədlərin çıxılması. 11 çıx, 9 çıx, 7 çıx, 5 çıx. İndi 27-dən A-nı tapmaq üçün hansı ədədi çıxmalıyıq? Bax, 5-i çıxdıq, indi isə 3-ü çıxmalıyıq. Yəni 27-dən də 3-ü çıxanda 24 alırıq. Yəni 24 hansının cavabıdır? A-nın yoxsa B-nin? A-nın, yəni birincinin. İndi isə keçirik növbətinin izahına baxırıq. Məsəl üçün 67-dən 56 almalıyıq. Nə etməliyik? Bunu görünənlə işarələyək. 67-dən 11 almalıyıq. Nə etməliyik? 56 almalıyıq. Nə etməliyik? 11-i çıxırıq. 56-dan 47 almalıyıq. Nə etməliyik? 47-ni almaq üçün 9-u çıxırıq. Bəs yaxşı, 47-dən 40 almalıyıq. Nə etməliyik? 7-ni çıxırıq və 40-dan 35 almaq üçün 5-i çıxırıq. Burada hansını çıxır? 11-i çıxır, 9-u çıxır, 7-ni çıxır, 5-i çıxır. İndi 35-dən də B-ni almaq üçün hansını çıxmalıyıq? 3-ü çıxmalıyıq ki, növbəti ədədi alaq. Uşaqlar, bu təkcə ikisi, indi burada məsəl üçün ikisində də eyni oldu. Yəni ikisində də tək rəqəmləri çıxdıq. Amma məsəl üçün elə bir misal ola bilər ki, onda tək ədədləri çıxmarıq. Yəni ola bilsin birinci sırada üzərinə 3 gələrik, amma aşağı sırada, yəni ikinci sırada 2-yə vura bilərik. Yəni biraz qarışıq ola bilər. Yəni baxağın indi növbətisinə. Görək elə bir sual varmı? Bir də bir şey deyim uşaqlar. Məsəl üçün, əgər elə 6-cı misala baxaq burada. Ola bilər ki, əvvəlki sualda bu formada gedirdi ardıcıllıq. Bir saniyə. Bu formada gedirdi də ardıcıllığımız. Amma ola bilər ki, bəzən o formada getməyə bilər. Yəni necə? Baxın, bu formada ola bilər. Aşağı hissədəki sual işarəsini tapmaq üçün bir saniyə. Digərini tapmaq üçün, yəni ikinci sıradakını tapmaq üçün ədədləri, məsəl üçün, hansısa bir rəqəmə vurmalıyıq. İndi 3-dən 6-nı almaq üçün nə etməliyik? 2-yə vurmalıyıq. Bəs yaxşı. 4-dən 12 almaq üçün nə etməliyik? 4-ü 3-ə vurmalıyıq. 5-dən 20-ni almaq üçün nə etməliyik? 5-i 4-ə vurmalıyıq. 6-dan 30 almaq üçün nə etməliyik? 6-dan 6-nı 5-ə vurub 30-u almalıyıq. Bəs yaxşı, 7-dən növbəti ədədi almaq üçün nə etməliyik? Hansı qanuna uyğunluq baş verdi? Demək ki, birinci sıradakıları bir dəfə 2-yə, 3-ə, 4-ə, 5-ə, indi isə 6-ya vurub növbəti ədədi tapmalıyıq. İndi gəlin baxaq başqa buna uyğun. Burada da 7-ni də 6-ya vuranda neçə eləyir? 42. Yəni doğru cavabımız A variantı. İndi isə gəlin baxaq ardıcıllıqların çox olduğu suala. Məsəl üçün, gəlin baxaq. 4 ardıcıllıq verilir. 8-ci sual. Baxağın 8-ci suala.
Gəlin baxaq görək burada hansı üsulla həll edir. Baxın, əvvəl bir ardıcıllıq həll edirdi. İndi isə 4 dənədir. 4 dənə ardıcıllığı verir. Və görək burada hansı qanun uyğunluq baş verir. 30-dan 25 almaq üçün nə etməlidir? 5-i çıxırıq. 25-dən 20-ni almaq üçün nə edirik? Yenə 5-i çıxırıq. 20-dən 25-i almaq üçün nə edirik? 5-i çıxırıq. 25-dən üzərinə 5 gəlirik. 25-dən 30 almaq üçün nə edirik? Üzərinə 5 gəlirik. Bəs yaxşı. 40-dan 45 almaq üçün nə etməliyik? Üzərinə 5 gəlirik. 45-dən 50 almaq üçün nə edirik? Üzərinə 5 gəlirik. Aydın oldu. Bəs yaxşı. Digərinə baxaq. 50-dən 55 almaq üçün nə etməliyik? Üzərinə 5 gəlirik. 55-dən 60 almaq üçün nə etməliyik? Üzərinə 5 gəlirik. Aydın oldu. Uşaqlar, indi burada bizdə şərtdə nəyi soruşur? Deyir ki, 4 ardıcıllıqdan 3-ü eyni qanun uyğunluq əsasında hazırlamışdı. Baxın, birinci hansı qanun uyğunluq pozur? Birinci pozur. Niyə? Çünki birincidə ancaq çıxma əməli baş verir. Amma bu digər 3 dənəsində isə ancaq üzərinə 5 gəlmək. Demək, 3 ardıcıllıqda. İkinci, üçüncü, dördüncü də eyni proses baş verir. Cavabımız B variantı. Gəlin baxaq başqa sualın izahına. Görək buna uyğun başqa hansı suallar var. Gəlin testlər üzərində indi həll edək uşaqlar. Gəlin bir də 13-cü suala baxaq. 13-cü sualda deyir ki, 1 və 2 ardıcıllıq arasında müəyyən qayda var. Buna oxşar qaydalar 3 və hansı variantdakı ardıcıllıq arasında var? İndi uşaqlar, biz gəlin 1 ilə ikinci ardıcıllıq arasındakı qanun uyğunluğu tapaq. Baxaq görək burada nə baş verir. Gəlin yaxınlaşdıraq diqqətlə. Aha, 37-dən 36 alır. Nə edir? 1-i çıxır. 36-dan 34 alır. Nə edir? 2-ni çıxır. 34-dən 31 alır. 3-ü çıxırıq. 31-dən 27-ni almaq üçün 4-ü çıxırıq. 27-dən 22 almaq üçün 5-i çıxırıq. İndi isə digərinə baxaq. Yəni bu bitdi. İndi gəlin digərinə. İkincisinə baxaq. İkinci ardıcı. 6-dan 7 almaq üçün üzərinə 1 gəlir. 7-dən 9 almaq üçün üzərinə 2 gəlir. 9-dan 12 almaq üçün üzərinə 3 gəlir. 12-dən 16 almaq üçün üzərinə 4 gəlir. 16-dan 21 almaq üçün üzərinə 5 gəlir. Aydın oldu. Uşaqlar, burada hansı proses baş verdi? Gəlin, baxaq. Birinci ardıcıllıqda üzərinə 1 gəlir. Üzr istəyirəm, 1 çıxır, 2 çıxır, 3 çıxır, 4 çıxır, 5 çıxır. Bəs yaxşı, ikincidə üzərinə 1 gəlir, 2 gəlir, 3 gəlir, 4 gəlir, 5 gəlir. Bəs yaxşı, gəlin baxaq görək. Üçüncüdə hansı qanun uyğunluq olur? 40-dan 38 almaq üçün 2-ni çıxırıq. 38-dən 35 almaq üçün 3-ü çıxırıq. 35-dən 31 almaq üçün 4-ü çıxırıq. 31-dən 20 almaq üçün 5-i çıxırıq. 26-dan 20-ni almaq üçün 6-nı çıxırıq. Uşaqlar, baxın, birinci və ikinci ardıcıllıqda eyni qanun uyğunluq baş verdi. Necə yəni eyni? Birinci qanun uyğunluqda 1-i, 2-yi, 3-ü, 4-ü, 5-i çıxır. İkinci qanun uyğunluqda üzərinə 1, 2, 3, 4, 5-i gəlir. Aha, demək, birində çıxır, birində üzərinə gəlir. Amma üçüncü ardıcıllıqda nədir? Üçüncü ardıcıllıqda 2 çıxır, 3 çıxır, 4 çıxır, 5 çıxır, 6 çıxır. Bəs yaxşı, indi biz dördüncü ardıcıllığı hansı qanun uyğunluğuna əsasən etməliyik? 1 ilə 2-nin arasında hansı proses baş verdi? İşarələr fərqləndi. Amma biz də ona görə 3 ilə 4-ə baxmalıyıq. Yəni, bundan növbəti ədədi almaq üçün üzərinə 2 gəlməliyik. Yəni, buna baxıb bunu həll edirik. Aydın oldu. Sonra növbəti ədədi tapmaq üçün nə etməliyik? Baxın, burada 3-ü çıxıb. Biz nə etməliyik? Üzərinə 3 gəlməliyik. Növbətini tapmaq üçün burada nə edir? 4 çıxır. Biz isə üzərinə 4 gəlməliyik. Digərini tapmaq üçün burada 5 çıxır. Biz isə üzərinə 5 gəlməliyik.
Növbətini tapmaq üçün burada 6 çıxır. Biz isə üzərinə 6-nı gəlməliyik. Gəlin baxaq görək bu qanun uyğunluq harda gözlənir. Gəlin A variantına baxaq. A-da nə edir? Üzərinə 2 gəlir. Buradan bunu almaq üçün üzərinə 2 gəlir. 23-dən 25 almaq üçün üzərinə 2-dir. Üzərinə 2 gəlir. Sizcə bu qanun uyğunluq burayı düzgün gəl, dördüncünün yerinə yazmaq olar, buraya yazmaq olar? Xeyr. Ona görə A variantımız səhvdir. Bəs yaxşı, gəlin B-yə baxaq. 12-dən 14 almaq üçün üzərinə 2 gəlir. 14-dən 17-ni almaq üçün üzərinə 3 gəlir. 17-dən 21 almaq üçün üzərinə 4 gəlir. 21-dən 26-nı almaq üçün üzərinə 5 gəlir. 26-dan 32-ni almaq üçün üzərinə 6 gəlir. Aha, uşaqlar. Bəs onda indi belə bir nəticə çıxırmı? Bizim cavabımız hansı oldu? B variantı. Aydın oldu. Gəlin buna uyğun başqa bir sualın izahına baxaq. Gəlin elə 12-ci sualın izahına baxaq. Görək burada hansı proses baş verir. 2-dən 4 al. Deyir ki, birinci və ikinci ardıcıllıq arasında müəyyən qayda var. Buna oxşar qayda da üçüncü ardıcıllıqda, yox, üçüncü ardıcıllıq və hansı variantdakı ardıcıllıq arasında var. Gəlin onda biz 12-də 1 ilə 2-yə baxaq. Görək bunları deyir ki, 1 ilə 2-də oxşar ardıcıllıqlar baş verir burada. Oxşar qayda baş verir. Görək oxşar qayda hansıdır? 2-dən 4 almaq üçün üzərinə 2 gəlib, 4-dən də 7 almaq üçün üzərinə 3 gəlir. 7-dən 10... Uşaqlar, baxın, burada müəyyən bir vurma əməli var. Necə bildik? Baxın, 7-dən birbaşa 14-ə gəlirsə, bu vurma əməli olur. Gəlin birinci vurma ilə baxaq buna. 2-dən 4 alır. 2-yə vurur. 4-dən 7 alır. Üzərinə 3 gəlir. 7-dən 14 alır. 2-yə vurur. 14-dən 17 alır, üzərinə 3 gəldi. Demək, burada hansı qanun uyğunluq baş verdi? 2-yə vurub, üzərinə 3 gəldi. 2-yə vurub, üzərinə 3 gəldi. İndi gəlin birinciyə baxaq. Görək, burada nə edir? Burada üzərinə 3 gəlir. Burada isə 4-ü 2-yə vurur. Burada üzərinə yenə 3 gəlir. Burada isə 2-yə vurur. İndi uşaqlar, belə bir qayda çıxır. Baxın, diqqətli olun. Burada, gözlüyüm başqa işarə ilə işarəyim, daha yaxşı seçə bilək. Baxın, burada birinci neynədir? 2-yə vurdu, üzərinə 3 gəldi. Bu ardıcıllıqla gedir. Yəni, birinci qaydada hansı ardıcıllıq var? Birinci 2-yə vurur, sonra üzərinə 3 gəlir. Bəs yaxşı, ikincidə hansı ardıcıllıq var? Baxın, birinci üzərinə 3 gəldi. Aha, birinci üzərinə 3 gəldi, sonra 2-yə vurdu. Demək, uşaqlar, belə bir nə qayda çıxartdıq? Baxın, belə bir qayda üzə çıxır ki, belə bir ki, çarpaz olur. Birinci qanun uyğunluqda 2-yə vurdusa, ikinci qanun uyğunluqda onu ikinci mərhələdə eləyir. Yəni, birinci mərhələdə olanı ikinci qanun uyğunluq ikinci mərhələdə eləyir. Aydın oldu. Gəlin, indi 3 ilə 7 arasında olan qanun uyğunluğa baxaq. 3-dən 4 almaq üçün, 7 almaq üçün nə edir? Üzərinə 4 gəlir. 7-dən 21 almaq üçün 3-ə vurur. 21-dən 25 almaq üçün üzərinə 4 gəlir. 25-dən 75 almaq üçün 3-ə vurur. Hə, uşaqlar, indi burada hansı proses baş verdi? Üzərinə 4 gəlir, sonra 3-ə vurur. Aha, bəs yaxşı, indi onda dördüncünü biz, yəni bura 3 yazaq. Onda biz dördüncü qanun uyğunluqda hansı prosesi etməliyik? Birinci toplam etməliyik, yoxsa vurmanı? Bunu birinci ilə ikincinin arasında baş verən qanun uyğunluğa əsasən həll edirik. Aydın olur, uşaqlar. Birinci ilə ikinci arasında hansı proses baş verdi? Birincidə 2-yə vurdu, üzərinə 3 gəldi, amma ikincidə tərsini elədi. Birinci üzərinə 3 gəldi, sonra 2-yə vurdu. Biz də üçüncüdə birinci üzərinə 4 gəldik, sonra 3-ə vurduq. Amma dördüncüdə isə nə etməliyik? Birinci 3-ə vurub, sonra üzərinə 4 gəlməliyik. Aydın oldu. Baxın, buradakı birinci prosesi burada ikinci yerdə həll edirik. İndi gəlin baxaq görək. Buna uyğun variant hansıdır? Dedik, nə etməlidir dördüncüdə? Birinci 3-ə vurmalıdır. Yəni, bunu aşağıdan qeyd edək ki,
birinci 3-ə vurmalıdır. Sonra üzərinə 4 gəlməlidir. 3-ə vurmalıdır. Sonra üzərinə 4 gəlməlidir. Gəlin baxaq görək bunun hansı ödəyir. 2-dən 6 almaq üçün 3-ə vurduq. 6-dan 10 almaq üçün 4-ü gəldik. 10-dan 30 almaq üçün 3-ə vurduq. Aha, 30-dan 34 almaq üçün üzərinə 4 gəldik. Demək uşaqlar, burada hansı variant oldu? A variantı. A variantını 4-cü sıraya yazsaq, qanun uyğunluğumuz düzgün olar. Gəlin indi isə başqa birinə də baxaq. Hansına baxaq? Bunlara. Hə. Gəlin buradakı qanun uyğunluğa baxaq. Buradakına rəngi də seçək. Gəlin biz dedik ki, belə bir tapşırıqlar olanda birinci ardıcıllıqla baxaq. Əgər ardıcıllıq alınmasa, digər yolla həll edərik. Məsəl üçün 16-dan 17 alsaq, üzərinə 1 gəlirik. 17-dən 13 almaq üçün 4 çıxırıq. 13-dən 19 almaq üçün üzərinə 6 gəlir. Uşaqlar, sizcə burada nəsə qanun uyğunluq var? Xeyr. Onda demək bizim bu yolumuz düzgün deyil. Gəlin onda digər yolla. 16-dan 21 almaq üçün 16-nın üzərinə neçə gəlsə 21-ə 25. Bəs yaxşı 17-dən 23 almaq üçün 17-nin üzərinə neçə gəlsək 6 gəlsək. 13-dən 18 almaq üçün nə etməliyik? Üzərinə 5 gəlməliyik. Bəs yaxşı 19-dan 25 almaq üçün üzərinə 6 gəlməliyik. Bəs yaxşı 21-dən 26 almaq üçün üzərinə 5 gəlməliyik. Uşaqlar, onda belə bir qayda üzə çıxır bizdə. Aha. Belə bir qayda deyə bilərik. Baxın görək hansı qaydaya uyğun gəldi. Bir dəfə üzərinə 5 gəldi, sonra 6 gəldi. Bir dəfə üzərinə 5 gəldi, sonra 6, 5. İndi burada nə etməliyik? Üzərinə 6. O hansı ədəddir ki, bura elə bir ədəd yazmalıyıq ki, bax bu hissəyə işarələdiyim. Üzərinə 6 gələndə digər fiqurun bax buranı bizə versin. Gəlin baxaq görək hansı variant uyğun gəlir. 24-ün üstünə 6 gələndə 29 eləyir. Xeyr. Onda A variantı deyil. 25-in üstünə 6 gələndə 33 eləyir. Xeyr. Demək, B də deyil. Bəs yaxşı, C variantında 23-ün üstünə 6 gəlsək 29 eləyir. Bəli. Onda demək bizim variantımız C variantıdır. Aydın oldu. Gəlin, indi başqa hansına baxaq. Hansı bir suala baxaq. Gəlin 10-cu və yaxud 11-ci qanun uyğunluğa da baxa bilərik. Gəlin 11-ə baxaq. Aha. 11-ci sualda bizdən nəyi soruşur? Deyir, qanun uyğunluğu müəyyən edin və sual işarəsinin əvəzinə yazılacaq ədədi tapın. 2-dən 4 almaq üçün nə edir? 2-yə vururuq. 4-dən 12 almaq üçün 3-ə vururuq. 12-dən 48 almaq üçün 4-ə. Baxın, ardıcıl vurma əməlidir. 2-yə vurur, 3-ə vurur, 4-ə vurur. Bəs yaxşı, növbəti də 2-yə vururuq. 3-dən 6-nı almaq üçün. 6-dan 18 almaq üçün yenə 3-ə vururuq. 18-dən 72 almaq üçün 4-ə vururuq. Bəs yaxşı. İndi gəlin ikinciyə baxaq. Görək burada hansı proses baş verir. 4-dən 8 almaq üçün yenə 2-yə vururuq. 8-dən 24 almaq üçün 3-ə vururuq. Bəs yaxşı, 24-dən digər ədədi almaq üçün neçəyə vurmalıyıq? Hansı qanun uyğunluq baş verir burada? 2-yə vurur, 3-ə vurur, 4-ə vurur. 2-yə vurur, 3-ə vurur, 4-ə vurur. 2-yə vurur, 3-ə vurur. Biz neçəyə vurmalıyıq indi? 4-ə vurmalıyıq. 24-ü də 4-ə vuranda neçə eləyir? 96. Cavabımız C variantı. Uşaqlar, bəs desəz bunu niyə burada veriblər? Bunu da ona görə veriblər ki, baxın görək. Burada da həmin qanun uyğunluq da uyğun gəlir, yoxsa yox. 5-i neçəyə vurur? 2-yə vurur. 10 almaq üçün. 10-u 30 almaq üçün 3-ə vurur. 30-dan bunda. Demək, burada da bu qanun uyğunluq baş verir. Yəni 2-yə vurma, 3-ə vurma, 4-ə vurma. Aydın oldu. Gəlin, baxaq başqa hansının izahına. Biraz
Bunlar açıq testlərdir. Gəlin hələ ki qaydaya baxaq. Gəlin bir dənə də 14-cü sualda baxaq. Aha. Uşaqlar 54-dən 18 alır. Nə edir? 54-ü 3-ə bölürük. Bəs yaxşı, 18-dən 24 almaq üçün nə edirik? 18-in üzərinə neçə gəlməliyik ki, biz 24 versin. 24-dən 8 alır. Nə edir? 24-ü, 24-ü 3-ə bölür ki, 8 alsın. Bəs yaxşı, 8-dən 14 almaq üçün nə edirik? Üzərinə 6 gəlirik. Baxın uşaqlar, hansı qanuna uyğunluq baş verdi? 3-ə bölür, üzərinə 6 gəlir. 3-ə bölür, üzərinə 6 gəlir. İndi gəlin digərinə baxaq. 120-dən 126 almaq üçün nə etməliyik? Üzərinə 6 gəlirik. Bəs yaxşı, 126-dan 42-ni almaq üçün nə etməliyik? Vururuq 3-ə. Bəs yaxşı, 42-dən 48 almaq üçün yenə üzərinə 6 gəlirik. 48-dən 16-nı almaq üçün nə edirik? Üzr istəyirəm. Burada uşaqlar vurma yox, bölmədir. Baxın, bu hissədə 3-ə bölürük. Burada 48-dən də 16-nı almaq üçün 3-ə bölürük. İndi gəlin baxaq digərinə. 28-dən 14 almaq üçün bölürük 2-yə. 14-dən 18 almaq üçün üzərinə 4 gəlirik. 18-dən 9 almaq üçün 2-yə bölürük. 9-dan 13 almaq üçün üzərinə 4 gəlirik. Baxın uşaqlar, burada indi gəlin burada qeyd eləyək ki, baxaq. Birinci qaydada hansı qanuna uyğunluq baş verdi? 3-ə böldü, sonra üzərinə 6 gəldi. İkincidə nə etdi? İkincidə artıq tərsinə. Birinci üzərinə 6 gəldi, sonra 3-ə böldü. Sərgəsiz yazdıq. Sonra 3-ə böldü. Bəs yaxşı, üçüncüdə nə etdi? Birinci 2-yə böldü, sonra üzərinə 4 gəldi. Bəs indi desəz dördüncünü hansı qaydaya uyğun eləməliyik? Baxın uşaqlar, birinci qaydada yadınızda saxlayın. Birinci ilə çox vaxt ikinci qaydanın qanun uyğunluqları eyni olur. Başa düşürsünüz? Baxın, bizdə də şərtdə soruşur. Deyir ki, birinci və ikinci ardıcıllıq arasında müəyyən qanun uyğunluq var. Baxın, müəyyən qanun uyğunluq var. Birdə birinciyə 3-ə bölür, üzərinə 6 gəlir, amma ikincidə 6 gəlir, sonra 3-ə bölür. Bizdə də soruşur ki, üçüncüdəki ardıcıllıq, yəni buna da oxşar qayda 3 və hansı variantdakı ardıcıllıq arasında var? 3 ilə 4-dəki qanun uyğunluqda çox vaxt 1 olmalıdır. Yəni 3 ilə 4 arasındakı qanun uyğunluq da 1 olmalıdır. İndi nə etməliyik? Birinci bölmə işarəsini yoxsa toplama? Təbii ki də toplama işarəsini. Üzərinə 4 gəlib, sonra 2-yə bölməliyik. Başa düşdünüz? Bu ikisi 1, bu ikisi də 1 qanun uyğunluq əsasında həll olundu. Baxaq görək o variant hansı variantdır. Yəni burada birinci üzərinə 4 gəlir, sonra 2-yə bölür. Baxaq görək bu hansı variantda var. A variantında 6-nın üstünə 4 gələndə 12 edir. Xeyr, bu çıxdı. 24-ün üstə 4 gələndə 28 eləyir. Bəli, edir. 28-i də 2-yə böləndə 14, düzdür. 14-ün üstünə yenə 4 gəlsək 18, 18-ni də 2-yə bölsək 10 edir. Xeyr, aha. Baxın uşaqlar, bura kimi düz gəldi. Bu da düz oldu, bu da düz oldu, bu da. Amma baxın, burada səhv verilib. Yəni 18-i 2-yə böləndə 9 eləməliyik. Bizdə isə 10 yazıb. Yadınızda saxlayın. Belə testlərdə çalışın variantlarla yoxlayın və sona kimi gəlin. Çünki baxın, burada hamısı uyğun gəldi. Mən əgər hamısını yoxlamasaydım, bura kimi yoxlasaydım, deyərdim düzdür. İşarələyərdim və cavab səhv çıxardı. Amma baxın, burada səhvdir. 10 yazılmamalı. Demək, B variantı da çıxdı. Gəlin C variantını yoxlayaq. 32-nin üstünə 4 gəlsək 36 edir, düzdür. 36-nı 2-yə bölsək 18 edir, düzdür. 18-in üzərinə 4 gəlsək 22 edir, düzdür. 22-ni də 2-yə bölsək 11 eləyir, düzdür. Demək cavabımız C variantı. Uşaqlar, bu günlərimdə biz qanun uyğunluğun 2, 3, 4 pilləli olanlarını öyrəndik. Gələn dərs bu dərsin daha çox testləri üzərində işləyərik və testlərini həll edərik. Uşaqlar, bizim onlayn və əyani dərslərimizə qoşulmaq istəyirsinizsə, nömrəni qeyd etdiyim nömrəyə WhatsApp-na yazaraq onlayn və əyani dərslərimizə qoşula bilərsiniz.
070 310 74 56 nömrəsi ilə əlaqə saxlayaraq kursumuz və dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Oldu hələlik uşaqlar, bu günlük bu qədər. Gələn dərs görüşənədək.